Salam Namidə, bəli sizin də qeyd etdiyiniz kimi 21-ci əsrdə dövlət suverenliyi və milli konstitusiyalar, qlobal çağırışlar, tendensiya və perspektivlər adlı beynəlxalq elmi konfrans keçirilir. Konfransın açılış nitqini Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucetdi. O çıxış zamanı bildirdi ki, Azərbaycan təcrübəsi tam suverenliyin yalnız konstitusiya norması deyil, həm də regionda tamamilə yeni mərhələnin sülh və qarşılıqlı əməkdaşlığın əsas göstəricisinə çevrilə biləcəyini göstərir. Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Azərbaycanın zəfərinin bir sıra müstəvilərdə yeni reallıqlar yaratdığını vurğuladı. Həmçinin zəfərimizdən sonra Azərbaycanda müasir konstitusionalizm və suverenlik anlayışları yalnız hüquqi kateqoriyalar olaraq qalmayıb. Onlar həm də siyasi, iqtisadi, mədəni, mənəvi müstəvilərdə tamamilə yeni reallıqlardır, deyə Zahid Oruc bildirdi. Həmçinin Zahid Oruc qeyd etdi ki, Qarabağ tarixdə ilk dəfə dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır. Onun sözlərinə görə 8 noyabr zəfəri ötən əsrin 9-cu illərindəki işğalın və ərazi iddialarının proqramına çevrilən Ermənistan konstitusiyasını da dəyişməkdədir. Zahid Oruc qələbədən sonra Azərbaycanın beynəlxalq və daxili statusunun dəyişməsini, ərazi bütövlüyündə yeni inzibati idarə etmə mexanizmlərinin yaradılmasını, Qarabağın reinteqrasiyasını, idarəçilik sisteminin modernləşdirilməsini, milli həmrəyliyin gücməsi, vahid Azərbaycan ideyasını genişlənməsini qalib konstitusiyanın qarşısındakı gələcək hədəflər kimi qiymətləndirib. Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri müasir dünyanın yeni çağırışlara üz-üzə olduğunu da ifadə edib. Qeyd edim ki, elmi praktiki konfransda yerli və xarici qonaqlar da iştirak edir. Daha sonra konfrans panel müzakirələrlə davam edəcək. Hələlik bizdən bu qədər. Sözü yenidən sizə ötürürəm. Namidə, buyurun.